mən Zübeydə, kanalıma və yeni videoma xoş gəldiniz. Ümid edirəm ki, videomu bəyənərsiniz bugün. Öncəliklə videoya keçməzdən əvvəl videomu bəyənməyi, kanala abunə olmağı və yorumlarda, şərhlərdə, yəni fikirlərinizi bildirməyi unutmayın. Uzun vaxtdır video atmırdım, amma bugün çox maraqlı bir kontentlə, bir video fikri ilə qarşınızdayım. Və bugün nə edirik? Bugün bir çox insanın gündəlik həyatda və yaxud yəni tez-tez elədiyi hərəkətləri niyə elədiyini açıqlayırıq. Yəni daha çox bu elmi, yəni psixoloji cəhətdən yəni açıqlamalardır ki, yəni nəyə görə insanlar bunu eləyir. Yəni bir çox mövzu haqqında qısa-qısa izahlar eləyəcəm ki, daha yadda qalan olsun və daha yəni açıqlayıcı olsun. Ümid edirəm ki, videomu bəyənərsiniz. İndi isə videoya keçək. Bəli, indi ilk öncə məsəl üçün birini oxuyaq. Məsəl üçün, eyni mahnıları nəyə görə təkrar dinləyirik? Deyilir ki, çünki tanış his beynə rahatlıq verir, sürpriz yox, stres yoxdur. Yəni ki, məsəl üçün, bir çox an olur və məsəl üçün, istər-istəməz insan beyni elədir ki, bəzi şeyləri təkrarlandıqda onun birinci dəfə yaşandığını unuda bilir. Buna görə də ki, artıq məsələn bir mahnını dinlədikdə o əslində tanış mahnı olur və sizin xoşunuza gəlir və yaxud siz o mahnıda özünüzü tapırsınız və yaxud hər hansısa bir insanın xatırladığı hər hansısa bir an yadına düşür və artıq o mahnıda təkrarlandıqca insan, yəni o an yenidən insanın yadına düşür. Buna görə də ki, yəni eyni mahnılara əsasən də təkrar qulaq asmaq. Yəni bunun səbəbi budur ki, yəni hər hansı bir xatirələr olur, yəni sizə tanış bir his gəlir. Yəni belə deyirsiniz ki, məsələn, və yaxud həmin mahnılar bəzən elə olur ki, məsələn mən özümdən bunu nümunə götürüm. Bir mahnını dinləyirsiniz və o mahnı sizə elə bir sanki başqa bir dünyaya keçirir. Yəni sizə çox maraqlı gəlir və o mahnıda özünüzü tapırsınız, yəni ya hər hansı bir xatirələr, ya özünüzü tapırsınız, ya da fərqli bir hiss yaradır sizdə. Buna görə də ki, eyni mahnılara təkrar qulaq asmaq, yəni bu alışqanlıq bunun səbəbidir. Sonra məsəl üçün xırda şeylərə gec reaksiya veririk. Buna yazılıb ki, çünki beynimiz artıq doludur, önəmsizləri axıra saxlayır. Yəni ki, məsəl üçün biz klassik bizdən soruşulan sualların cavabını yadımızda saxlayırıq. Məsələn, necəsən deyirsən, yaxşıyam deyirsən, yəni bugün necə keçir, yaxşı keçdi falan filan. Belə sualların cavabı artıq beynimizdə olur. Amma məsəl üçün anlıq olaraq məsələn deyirəm, dərsdəsiniz və yaxud işdəsiniz, sizə bir sual verildikdə ona gec cavab verirsiniz və bəzən də olur ki, məsələn özümdə də olur ki, verdiyiniz cavab sonradan gəlir sizə və məsələn deyirsiniz ki, filan insan məndən bu sualı soruşmuşdu, görə mən ona necə cavab vermişdim deyə artıq yəni yadınızdan çıxmış olur. Və artıq yadınızdan çıxdıqda da ona cavab vermədiyinizi və yaxud cavab verdiyinizi də yadınızdan çıxarırsınız. Bu da ki, yəni dediyimiz kimi beynin dolu olmasını və önəmsiz şeyləri, daha çox yadda qalan kiçik cavabları yadınızda saxlamağınızı və dilə gəldikdə artıq onun da unudulmuş olmasındandır. Bir də ki, bunu da deyim ki, nəyə görə belə bir fikirdir, daha doğrusu necə deyirlər, nəyə görə belə bir kontent haqqında danışıram, belə bir fikir haqqında danışıram. Çünki yəni problem bilirsiniz nədədir? Məsəl üçün bir insan bir şey etdikdə, yəni bunu dəfələrlə edir və deyir ki, məsələn bu sadəcə məndə olur deyə düşünə bilər də insan. Amma yəni mən sizə bunu sübut eləmək istəyirəm ki, bu psixoloji olaraq hamıda olan bir şeydir və bunların psixoloji olaraq açıqlaması olduğu üçün bu tək yəni sizdə yox, hər kəsdə olan bir şeydir. Yəni bunu öz üstünüzə götürüb bunun üzərində daha da düşünmək, yəni sizi yorur ancaq. Buna görə də ki, mən bunları sizin üçün hazırladım ki, yəni siz yorulmayasınız, sizin zehniniz, düşüncəniz açılsın. Belə pis çıxmasın, yəni insan görüşü açılsın da bildiniz. Çünki yəni hər kəs məcbur deyil ki, yəni bir şey haqqında gedib hər bir şey olanda gedib internetdə araşdırsın. Mən isə bunu internetdə araşdırıb sizə hamısından qısa məlumatlar vermək və sizə bunun psixoloji olaraq yəni normal olduğunu, bəzən həqiqətən normal deyəndə yəni hər şey normal demirəm. Sadəcə bunların nəyə görə, necə olduğu, açıqlamasının olduğu və bir çox insanda bunu ola biləcəyini sübut etməyə çalışıram sizə. Ki, yəni siz araşdırmaq yerinə hazır bir halda buna baxasınız, izləyəsiniz, sıxılmayasınız. Ümid edirəm ki, video sıxıcı deyil. Əgər video fikirləriniz varsa, onları da xahiş edirəm şərhlərdə bildirin. Sonra keçək digərinə. Sonra bir dənə də şey var, yəni bu çox olur, yəni hər kəsdə mütləq olur, yəni. Gülüb problem yoxdur demək. Bunun səbəbi nədir? Çünki hissləri yüngülləşdirmək üçün maska taxılır. Yəni insan
belə deyək də, bu daha çox belədir ki, məsələn, zaman, məkan fərq eləmir. Məsələn, birinin yanında bir şeyə problem yoxdur deyirsiniz, amma o insan məsəl üçün sizə yaxın olsa, uzaq olsa, heç bir fərqi yoxdur da. Bunu eləmək artıq insanın özündən də asılıdır. İnsan özündən ona görə asılıdır ki, bir şey problem var desəz, deyəcəksiniz ki, hə də, artıq o insanın xoşuna getməz də. Amma düşünmürük ki, məsələn, o bizim də xoşumuza gəlmir, amma o insan onu bizə eləyir. Buna görə də ki, bu artıq hisslərinizi yüngülləşmək üçün bir maska formasına gəlir. Yəni bu da çox xoş bir şey deyil. Əgər ki, bir şeydən xoşunuz gəlmirsə, bunu istəmirsinizsə, bu hərəkət sizin xoşunuza gəlmirsə və rahatsız edirsə sizi, bunu bildirmək ən yaxşı yoldur. Yəni mən şəxsən elə bir insan deyildim, lakin artıq hər şeyi yəni, olduğu kimi deməyi ya da boş verməyi insan öyrənməlidir. Əgər ki, bunu həqiqətən problem halında sizin yadınızda qalacaqsa, sizi narahat edəcəksə, məncə buna ya boş verməyi öyrənməlisiniz. Əgər onu edə bilmirsinizsə, normal olaraq, yəni çox insan edə bilmir, çünki olmur çox insanda, məndə də bəzi şeylərdə olmur. Onun yerinə cavabını vermək və bunun sizə xoş gəlmədiyini deyə bilərsiniz. Yəni bunun zarafat olaraq deyilsə də sizə xoş gəlmədiyini deyə bilərsiniz. Və yaxud gülməyə bilərsiniz. Məsələn, burada deyir, gülüb problem yoxdur deyir ya. Onu problem yoxdur deyib, yəni üz simanızla bildirmək məncə çox yaxşı olar. Sonra mesajlara gec cavab verib, amma onlayn olmağımız. Çünki danışmağa enerjimiz yox, sadəcə var olmaq enerjimiz yox da, sadəcə var olmaq istəyirik də. Yəni ki, məsəl üçün bir dənə şey var ki, gec cavab vermək, amma onlayn olmaq çox insanda olur. O bəzən şeydə olur, məsələn, bir insana çox danışdıqda, məsəl üçün artıq belə özünüz də sakit, biraz öz beyninizdən qalmağı istəyirsiniz. Bu çox normaldır. Bir də olur ki, məsəl üçün cavab verirsiniz, amma verdiyiniz cavab, daha doğrusu mesaj atılır məsəl üçün sizə, məsəl üçün o mesajı görürsünüz, amma ona cavab vermək yadınızdan çıxır. Bu insanın əsasən çox düşüncəli olmağından, bir şeyi yaddan çıxarmağından asılıdır. Yəni ki, artıq ona beyninizdə cavab verirsiniz və beyninizdə cavab verdiyinizi sanırsınız. Məsəl üçün bayaq dedim, birinə cavab verib onu yadınızdan çıxardırsınızsa ki, cavab verdim ya yox. Bunda da elədir ki, cavab verirsiniz, yadınızda elə qalır ki, hə, buna cavab vermişəm də olsa. Amma əslində özünüz ona belə düşüncənizdə cavab verirsiniz və əslində belə olmur. Ona görə də ki, yəni bu çox düşüncəlikdən, yəni düşüncə qarışıqlığından asılı olan bir şeydir, normal olan bir şeydir. Ondan sonra hər şeyi içinizdə böyütmək. Çünki beynimiz təhlükəni şişirtmə ilə bizi qoruduğunu sanır. Yəni ki, çox kiçik bir şey belə o qədər problem halını gətirə bilir ki, insan, yəni bu biz elə düşünürük ki, kiçik bir hadisə olduqda onu böyüdə bilərik. Çünki zaten kiçik bir hadisə çox böyük görülmədiyi üçün artıq onu böyük göstərsək, onun bizi narahat etdiyi görülər deyə düşünürük. Amma xeyr, elə deyil. Siz kiçik bir şey belə böyük bir problem kimi özünüzə və yaxud başqasına təqdim etdikdə o insan narahat olmaz. Amma siz özünüz çox narahat olarsınız. Çünki artıq onu yəni onun sizi qoruduğunu düşünsəz də, o sizə daha da ziyan verir. Yəni buna görə də ki, bunu eləməməyinizi tövsiyə edirəm. Sonra məsəl üçün çox rast gəlinən bir hadisə daha var. Bunu da deyəcəm sizə. Deməli, bir də var ki, bir işə başlayıb yarım qoyuruq. Bunun açıqlamasını belə veriblər ki, çünki başlanğıc dopamini gedir, davam üçün enerji çatmır. Bu həddən artıq çox olda bir hadisədir. Hətta mən sizə bunu haqqında yox, daha çox fərqli bir mövzuda motivasiya videosu paylaşmışdım və orada demişdim ki, əsas olan motivasiya yox, disiplindir. Bu da eyni şeydir. Bir işə başladıqda mən bir çox işə başlayıram və yarım qoyuram. Çünki hamısında özümü sınayıram və marağım gəldikdə onu eləyirəm, marağım gəlmədikdə eləmirəm. Amma əslində bu belə bir şey deyil. Çünki siz, məsələn, bir də deyirlər, məsələn, əsəbi insan, bir əsəbi olanda, bir də çox xoşbəxt olanda insan qərar verməməlidir. Bu da həqiqətən çox düzgündür. Çünki bir şey başlayıb yarıda qoymaq hər hansı bir iş də ola bilər, başqa bir insanla ünsiyyət də ola bilər, dostluq da ola bilər, bildiniz? Yəni bunlar fərqli mövzuda bir çox şey ola bilər də və siz bunu artıq beyninizdə aid edib seçə bilməzsiniz. Lakin bir işə başladıqda onu elə özünüzə elə idarə etməyə çalışın ki, yəni onu sonrasını da düşünün, yəni əvvəlini və yaxud indiki halını yox. Deməyin ki, hə, onsuz da davam eləyər də bu iş, onsuz da başlasam davamı da gələr. Xeyr, başladığımız an elədir ki, insan bir işə başlayanda
nə qədər həvəslə olsa da, nə qədər planlı olsa da, onun olmamaq ehtimalını da düşünməlidir. Olmamaq ehtimalını düşünüb, əgər ki o işi yarımçıq qoyacaqsınızsa, bax onda o işə başlamamaq lazımdır da. Başlasaz belə, yarımçıq qoysaz belə, elə bir şey olsun ki, bu, yəni məsəl üçün elə bir şey olsun ki, yəni siz artıq yarıda qoyduqda içinizdə narahatlıq hissi olmasın. Yəni bir şey başlayırıq, eləyirik, amma sonra artıq həvəsimiz olmur. Məsələn, dərsdə də elədir ya. Məsəl üçün, hər hansı bir dərsə başlayırıq. Məsəl üçün, dil öyrənirik də, düz deyil. Buna başlayırıq, amma yarımçıq qoyuruq da, düzdür. Biz niyə yarımçıq qoyuruq? Çünki sonra artıq o ilk işi dedikdə, özümüzə o hədəfi qoyduqda olan həvəsimiz sonra olmur. Bu da ki, yəni insanın həvəssiz olmağı da və yaxud bir çox planı belə yarımçıq qoymaqdan asılıdır. Ona görə də ki, yəni təməlindən işi sonuna qədər davam etdirmək lazımdır ki, sonralar yəni bu insanda problem yaratmasın. Çünki artıq elə bir vaxt olar ki, davam elətdirilməli bir iş olduqda onu istər-istəməz yarımçıq qoymaq məcburiyyətində olarsınız. Bu da ki, yəni o deməkdir ki, motivasiya ilə, çox həvəslə qapılmaqla yox, disiplinlə, fikirlə, ağılla yəni hərəkət etmək lazımdır. Yəni belə bir şey. Bunu da bir kənara yəni şey deyək, ağlımıza saxlayaq. Bu videoda bir çox şeylər, yəni sırf dərs haqqında yox, yəni insan həyatı haqqında bağlı olduğu üçün, yəni biraz qəribə cümlələr ola bilər. Məsəl üçün, bir dənəsini deyim. Məsələn, eyni paltarı bir insanın tez-tez geyinməsi. Bu deyir ki, çünki seçim yükünü azaltmaq beyinə rahatlıq verir. Yəni ki, mən özüm də eləyəm. Məsəl üçün, insan başqası deyir ki, məsələn, filan paltarı dəfələrlə giyinirsən, paltarı yoxdur deyə bir sual olur. Əsasən, insan mentaliteti, yəni Azərbaycan mentaliteti və yaxud hər hansı bir insan düşüncəsi normal olaraq belə deyir, bu sualı verir yəni. Amma bunun açıqlaması o deyil. Yəni, bir insan əgər onda, yəni o paltarda, o geyimdə özünü rahat hiss edirsə və bunu artıq başqa şeyləri, yəni 1000 dənə məsələn kombin eləməkdən qaçınır, çox bəzək-düzəyi sevmir. Yəni insan xarakterindən də asılıdır bu ki, məsələn eyni paltarı geyinməyi sevirəm, eyni şeyləri geyinmək ona rahatlıq verir. Mən də eləyəm məsələn bir şeyi yay qışda məsəl üçün geyinə bilərəm də. Çünki o mənə rahatlıq verir. Yəni onu artıq başqa paltar mənə narahatlıq verir. Çünki eyni görünüşdə olmağı sevərəm də, yəni təbii görünüşdə, eyni görünüşdə. Sonra başqa nə var görək? Məsələn, yazıb ki, bir videonu axıra kimi baxırıq. Çünki beynimiz tamamlanma hissini sevir. Düzdür. Beynimiz tamamlanma hissini sevir. Buna görə bir videonu axıra qədər baxırıq. Amma bəzən də yarımçıq qoyuruq. Çünki beynimiz ya sakitlik istəyər, ya da ki fərqlilik istəyər. Yəni bunun səbəbləri bunlardır. Bəli, bir dənə daha tapdım və çox maraqlı, çox gözəl bir sözdür. Yazıb ki, detalları xatırlayıb tarixləri unuduruq. Çünki emosiyalı məlumat daha dərin yazılır. Yəni ki, məsələn, Məsəl üçün, bir hadisə olduqda onun detalları bir insanın yadında qalar. Çünki yəni bu istər-istəməz olan bir şeydir. Çünki heç bir insan bir şey olduqda gedib onun tarixini, gününü müəyyən eləməz. Ya eləsə belə, ya məsəl üçün bir kənara yazmadıqca, insan beyninə onu yazmadıqca, yəni heç vaxt insanın yadına gəlməz. Çünki insan artıq orada olan hadisəyə fikir verir, olan hadisələrin baş vermə sürətinə, baş verdiyi formasına fikir verir bildiniz. Yəni emosiya ilə hiss edir bildiniz. O zaman o insan heç bir tarixinə baxmır, yəni tarixini hiss eləmir bildiniz. Bu adi bir işdən söhbət getmir. Biri ilə bir yaşanan hadisə ola bilər, hər hansı bir dərs ola bilər məsəl üçün ki. Üzrlü sayın, 2 dəqiqəyə fasilə verdim. Məsəl üçün, çünki bir insan yəni bir hadisəni yaşayır, detallar yadında qalır, yəni o anda yaşanana fikir verir. Bir söz var deyir, yəni bir şey yaşadıqda onun necə deyək, o hadisəni yaşadan və yaşanan hadisəyə önəm verilir. Bu da elədir. Yəni zamana yox, daha çox hadisəyə fikir verilir. Videomuz çox uzun olmasın deyə burada kəsirəm, yəni çünki nə qədər şeylər var. Yəni bunların hamısını oxumağa nə mənim səbrim çatar, nə də sizin izləməyə vaxtınız, həvəsiniz çatar. Amma ümid edirəm ki, videonu bəyənərsiniz. Bu videoda cavab tapa bilmədiyiniz sualları cavab taparsınız və cavab tapdığınız suallarda yenə də o sualların içində yeni şeylər ixtira eləməmişiz və suallar yaratmamış. Yəni bunu sizə açıqlıqla izah edə bilmişəmdir, ümid edirəm.
Videonu bəyənməyi, kanala abunə olmağı, şərhlərdə fikirlərinizi bildirməyi, yeni video fikirləri yaratmaq, yeni video fikirləri üçün yorumlarda o video fikirlərini yazmağı unutmayın. Çünki yəni tez-tez video atmağım üçün video fikri lazımdır. Videonu çəkən lazımdır. Bir də izləyən lazımdır. Ona görə də ki, belə maraqlı videolar çəkməyə önəm verirəm. Ümid edirəm ki, videonu bəyənərsiniz. Gələn videolarda görüşənədək İnşallah görək bundan sonraki videomuz nədir. Ümid edirəm maraqlı olar. Yəni əsasən bir də video fikri tam olaraq deməsəz belə, necə video fikrini, necə video sevdiyinizi deyə bilərsiniz. Məsələn, biri haqqında məlumat, bir şey haqqında məlumat və yaxud məlumatdan əlavə, məsələn, indi danışdığım kimi faktlar, psixoloji olaraq bu da məlumat sayılır əslində belə bir şey və yaxud dərslə əlaqəli bir şey ola bilər, kitab tövsiyəsi ola bilər, hər şey ola bilər yəni. Onlar haqqında fikirlərinizi bildirməyi unutmayın. Görüşərik. Gələn videoda görüşəndə. Sağ olun.